Mən çox təəssüf eləyirəm ki, insanlar dərmandan asılı qalıb. Bir dənə baxın. Mənim mədəm qıcqırır, yanır. Omiz atırdım. İndi də pantaron atıram, nəsə dərmandır, yoxsa mədəm yanır. Bunlar olmasa 30 ildən çoxdur beləyəm, çox müalicələr etmişəm. Dərman qutaran kimi yenə mədəm qıcqırır. Sübhanallah. Mən sizə sual verirəm, gözəl izləyicilər. Biz niyə dərmandan asılı qalmalıyıq? Niyə mən özüm üçün deyirəm, başqasının yerinə danışmaq istəmirəm. Niyə mən dərmandan asılı qalmalıyam? Məndə məsələn üçün tənbəl zobu idi. Demək, bəzi bitkilərlə mən onu aradan qaldırdım və D vitaminini qaldırdım. Qaydasına qoydum, çalışır. Bir dənə dərman atmamışam. Qalxan var vəzə görə. Sonra, mənim mədəmdə yanğı var idi. Mənim də yoldaşımın da. Yoldaşımın mədəsini dazotlu yağı sağaltdı, mənkin çaytikan yağı sağaltdı və sağlam həyat tərzi sağaltdı. Təkcə mən çaytikan yağı içməklə və yaxud dazotlu yağı içməklə mən də qatma qaşıq yeyərək mən bu mədə-bağırsaq sistemini sağalda bilmərəm. Birinci məni sağaldan həyat tərzimdir. Düzgün qidalanmaq, hansı qidalar bir-birinə uzlaşır. Yəni biz bunu elə yeməliyik ki, elə qidalanmalıyıq ki, burada həzm sistemində problem yaranmasın. Bax, gözəl xalqım, sizə səslənirəm. Vallah, bax, görürsünüz, belə insanlar, bax, bu gözəl insan kimi, Nağıyeva kimi insanlar çoxdur. İllərlə zob dərmanı atan var, illərlə mədəsinə görə, adlarını çəkmirəm dərmanlar atan var, başqa şeylərə görə dərmanlar atan var. Bir dənə yol var, ikinci yol yoxdur. Sağlam həyat tərzi. Mən siz nəyə çağırıram? Mən sizə səslənirəm ki, biz bu Rəbbimiz verən ömrü qədəri sağlam yaşaya bilərik. Biz bunu elə yaşayaq ki, biz həkimlərdə olmayaq. Bacardığımız qədər ora gedib düşməyək. Vallahi mən ağır günlər keçirmişəm. Özdə çox ağır günlər. İnsan bilsən necə girinc-giriftar olur. Bilmir hara getsin, dərdin kimə desin. Bu vəziyyətlərdən necə çıxsın? Bir dənə yol qalıb. Sağlam həyat tərzi. Vallahi ki, deyirəm, başqa yol yoxdur. Düşünməyin ki, yəni başqa yol tapacaqsınız. Başqa yol, mən bütün yolları yoxlamışam, başqa yol yoxdur. İnşallah biz Elmar qardaşla seminar keçirəcəyik. Bir neçə günə elan edəcəyik. Kim istəyər gələr, qoşular. Səhər yeməyə də daxil olacaq. Biz insanlara məqsədimiz odur ki, sağlam qidalanmanı öyrənsinlər ki, bu Rəbbimiz verən ömrü biz sağlam yaşayaq. Mən bugün xoşbəxtəm ona görə ki, mən xəstələnəndə özümü sağaldıram. Mən düşünmürəm ki, mən harasa gedim, mən nə bilim həkim axtarım, neynim, nağayım, xeyr. Ona görə mən xoşbəxtəm. Belə, buradan da Elmar qardaşın səhifəsini sabitləyəcəm. O da gözəl şeylər paylaşır. Özünüz tanıyırsınız, gidib səhifəsinə də baxa bilərsiniz. İnşallah seminarımız olacaq Allahın izni ilə.